Salam, hər vaxtınız xeyir olsun. Duracam ayağa. Salam, hər vaxtınız xeyir olsun. Əziz və dəyərli izləyicilərimiz, sevimli Elmira Maç kanalının izləyiciləri. Sizləri bugün Səbail rayon Batamdart qəsəbəsindən salamlayıram. Harda yerləşmə yeri, biz harda yoxsa ondan indi sizə məlumat verəcəm. Eksklüziv olaraq sizlərə 18 sot torpaq təklif edirəm. Necə? Deyim sizə 18 sot. Niyə deyirəm torpaq təklif edirəm? Deyirsiniz ki, bəs arxamda bol boyda tikili var. 4 mərtəbədir, bütün monolitlə. Hər bir şey var. Qısa olaraq ondan da sizə göstərəcəm. Niyə? Çünki mən bugünkü gündə buranı sizə torpağın qiymətindən belə ucuz qiymətə təklif edirəm. Hər gün hamı çıxır, əlim yandı, əlim yandı, əlim yandı. Bu əlim yandı bilmirəm də necə olur, amma mən sizə ucuz qiymətə, yerə uyğun olaraq ucuz qiymətə bir yer təklif edirəm. Qiymət bugünkü gündə 1.200.000 manatdır. Hesablayın, görün torpağın sotu neçəyə düşür və mən hardayam. Mən Batamdartda böyük bir klinika var, 1-ci massivdə. O klinikanın yanındayım. 13-cü küçə, Batamdart küçəsi, 1-ci massiv. Batamdartın ən çox sayılan, seçilən, bahalı torpaqları olan bir ərazisində, 1-ci massivdəyəm. Bir daha söyləyirəm, böyük bir klinikanın yaxınlığındayım. 18 sot 1.200.000-ə sizə Kupçalı, Çıxarışdı bu yeri təklif edirəm. Həyətdə biz hal-hazırda, yəni burada yox, həyətdə olmayan meyvə yoxdur. Həyətdə bir dənə çiyələkliyi var, bu bütöv olaraq çiyələklidir. Deyir ki, burada neçə kilo çiyələk götürürəm mən. Hər bir ağac burada mövcuddur. İndi isə mən keçim, Elvin, bir dənə keçək, qarşısını da göstərim qısa. Sonra gələk buradan nə varsa, buranı da qısa olaraq göstərim. Müştərilərimiz görsün bunu. Batamdart istəyən, Batamdart sevən müştərilərimiz bunu tam olaraq çəkilişin görsünlər ki, hardan başlayır, harda bitir və həyətdə nə var. Bir daha söyləyirəm, Kupçalı gözəl bir təklifdir. Gedək, evin qarşısına gedək. Bu qarajdır. Evdən əlavə olaraq evin qarşısında tikilən bir qarajdır. Bu da sökülə bilər. Yəni bu proyekt xoşunuza gəlsə, bunu saxlasınız, bunu əlavə sökə bilərsiniz. Buradan tam olaraq yol açılsın. Və yaxud da, yenə deyirəm, ev sahibi dedi ki, yer sahibi dedi ki, istəmirlərsə bunu, mən bunu söktürüb düppədüz torpaq təqdim edə bilərəm. Yəni müştəri. Bəli, sot 66.000-ə. Hesabladım 66.000-ə düşür. Bu evin demək olar ki, evin arxa hissəsindən ümumi giriş qapısıdır. Belə bir zolaq var burada. Bura qədərdir. Bax, bura qədər. Bu da söküləcək. Bunun da arxasını göstərəcəm sizə. Bura qədərdir. Bu zolaq geniş, qəşəng, səliqəli bir zolaqdır. Qazı, suyu, işığı, şotçukları, sayğacları hamısı yerindədir. Hamısı yerindədir. Bir daha bu evdən əlavə tikilib bunu da sökmək olsa düz axıra qəşəng bir zolaq, yol keçir. Bu da söküləndən sonra evin arxa hissəsi tam olaraq açılır. Geniş bir ərazi olur burada da. Baxaq. Deməli, zirzəmi yarı zirzəmidir. 1 mərtəbə, 2 mərtəbə, 3 mərtəbə, hətta içərisində lift üçün yer də var. Bütün monolit beton. Azərbaycanda nə qədər armatur, beton, nə bilim, keyfiyyətli nə var isə hamısı hələ bu evdə deyəsən. O vaxtdan hələ qoyublar qalıb burada. Keçək, indi Elvin zəhmət olmasa ön hissədən gedək, evin içərisindən də bir qısa olaraq çəkiliş edeyim, göstərim. Bir də o qarşıdakı yola baxmaq istəyirəm, dəqiq hardadır, onu da göstərim. Zirzəmdə hovuzu da göstərəcəm inşallah. Gəl gedək. Gəl Elvin, girək birinci zirzəmidə hissəni göstərək, nə yerləşir burada. Sonra qalxarıq, mərtəbənin birini də göstərərik. Bu yarı zirzəmiyə keçiddir, hər yerə trap falan nə lazımdır qoyulub. Bütün yenə deyirəm, bütün betondur da, beton. Bax, girdiniz burada bir dənə ümumi sanitar qovşağı. Burada daşıma hovuz, tikilib motorxanası, su anbarı hamısı inşa olunub. Evin 1-ci mərtəbəsidir. Yarı zirzəmi də pəncərələri var, gördük. Betona baxın, maşallah. Sonra burada böyük bir salondur. Yanında yenə də hamam, bir də ki sauna olacaq. Elə bölüşdürülüb bura. Bu yarı zirzəmi. İndi isə qalxaq mərtəbənin birinə göstərək. Sonra təqdimatımızı bitirək. Getdik. Gəl. Evin 1-ci mərtəbəsidir. Belə bölünüb. Tam olaraq ara kəsmələr bölünməyib, əziz izləyicilərimiz. Yəni, proyekt belədir. Bir daha söyləyirəm. Bu onsuz da kiminsə xoşuna gəlməsə 0. Sökülüb yenisi
tikiləcək. Mən əsas bugün sizlərə yəni torpaq kimi təklif edirəm buranı. 66 mindən düşür birinci massivdə hospitalın yanında. 66 mindən. Bu da ki liftin yeri. Liftin yeri hazırdır. Düz aşağı qədər düşür. Hər mərtəbədə də çıxışı var. Liftin böyründən pilləkəni. Qalxaq pilləkən. Qalxdıq yenə ikinci mərtəbəyə. Liftin çıxışı hazırdır. İkinci mərtəbəyə. Sonra burada da ki Elvin daha da bir otaq. Özünün sanitar qovşağı, qardırobu. Sonra 2 otaq. İkinci yataq otağı. Özünün balkonu, sanitar qovşağı. Bura bax hələ. Hələ biz yuxarı çıxmadıq. Burada görüntüyə bax. Düz. Üçüncü massiv. Bax. Maşallah. Allah hər kəsə istədiyi villanı, arzusunda olduğu villanı qismət eləsin. Bu da geniş, böyük bir yataq otağıdır. Çünki içərisində hər bir şey var. Yuxarıda qalxaq Elvin. Göstərcə qalxaq göstərək. Bu da mansard hissəsidir. Tüv olaraq. Ay maşallah. Burada bütöv olaraq. Ya buradan hospitalda göstərim. Buradan hər yer görünür. Lift burada qalxır. Deməli 4-cü mərtəbəyə. Buradan hospital. Dediyim hospital. Hamı tanıyır bu hospitalı. Böyük geniş hospitaldır. Binalardır. Tam Batandarın birinci massivin mərkəzindəyik biz bu dəqiqə. Geniş burada çıxışda böyük bir dəhlizdir. Burada da ayrılıb həm tam mərkəzdə dəhliz, həm də sağda, solda da 2 dənə otaq var. Buradan bu tərəfə də baxmaq istəyirəm Elvin. Burada nəsə maraqlı görünür. Batanda burada. Ay maşallah. Allah hər kəsə can sağlığı versin. Kimin nəyi varsa özünə qismət olsun. Dəyərli izləyicilər, çox sağ olun bizi izlədiyi üçün. Bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın. Qiymətdə endirim olunacaq yenə də.